Qızlar, üzümə baxın, görün nə gözəl parıldayır. İstəyirsiniz belə bir nəticəni almağa, bu məhsulu alın. Artikul kodu 121.93. Baxın, belə görsənir, 121.93. Bu nədir? Bu enzim pudradır. Açırsan, belə biraz tökürsən, bax, bu qədər bəs eləyir. Bu bir damcı, bu bir damcı məhsul, 2 damcı su tökürsən bura. Belə köpüklənir. Masaj edirsən üzü 2-3 dəqiqə, çox gözəl bir qoxusu var. 2-3 dəqiqə masaj edəndən sonra üzü cıvalayırsan da elə bir dənə kəmən pudra ilə çox gözəl dəri olur. Körpə dərisi kimi. İnanın, axşam üzümü yuyanda məhtəl qaldım ki, üz səs eləyirdi. O qədər təmiz yumuşdu onu. Mən elə bildim ki, mən üzümü təmiz yuyuram. Sən demə o qədər də yox. Bu məhsul sayəsində onu da bildim. Hələ mən də yanında üzümü yuyandan sonra daha da yumşaq eləmək üçün baxın, bax bu məhsul götürdüm. Kurkuma seriyasından salisilik tərkibli gecə kremidir bu. Yüzü bərpa eləyir, qırışların qarşısını alır, üzdəki ləkələri təmizləyir və ən əsası da biraz qıcıqlanma vermişdi. O da niyə görə? Çünki üzü masaj eləmişəm çoxlu sürtmüşəm də belə deyək. Bu onun qarşısını aldı. O qıcıqlanmanın qarşısını aldı və çox gözəl nəticə oldu. Səhər durdum, inanamadım üzümün görünüşünə, üzümün o nəticəyə. Sonra da mən ümumiyyətlə bu kurkuma seriyasını istifadə edənəm. Bu bunun gündüz kremidir. Gündüz kremin tərkibində 15 SPF də var. Yəni gün altına çıxanda qoruyur bizim və gözəl tərəfli kremi. Ümumiyyətlə mən bu dəsti çox sevirəm. Necə gözəl parıltı var, baxımlılıq. Elə bir bahalı bir salona gedib prosedur eləmişəm. Çox gözəl nəticədir. Mənə sonra təşəkkür edəcəksiniz. Alın, istifadə edin.